Salam hər kəsə. Mən Əşrəfli Təbriz 118 nömrəli məktəbin tarix müəllimi. Deməli indi 3-cü qrupdan bu gün keçirilən 2025 may tarixində blok imtahanının cavablarını deyəcəm sizin üçün. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda 31-ci suala baxıraq 31-ə D variantı, 32 suallar da mənim əlimə indicə çatıbdır. Hal-hazırda elə sizinlə birlikdə işləyirəm demək olar ki, yəni test tələsək. Bəzi düzəlişlər olar, onları şərhdə qeyd edərəm. Sonda yəni şərhlərə baxarsınız. Hansısa sualda olar ki, ziddiyyətli olar falan. Bu kimi problemləri şərhlərdə yazacağam. 32-ci sual D variantı 1-4. 33. 33-ə qeyd etmişəm B variantı. 34-ə deməli A variantı. Daha sonra 35. 35-ci sualda soruşur bizdən. E variantı yalnız 1. Burada çaşmırıq. 36-cı sualda deməli B variantı 1-ə AB. 37. Baxırsınız 37-ci suala Şimali Azərbaycan çarızma qarşı əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün hansı tədbirlər eləyib? Əlbəttə ki, burada sahibkar kəndlərin köçmək yox, ali müsəlmançılıq. Çünki bu dövrdə, yəni izaha keçmirəm, çünki izah videosu mən sizə bu gün ərzində verəcəm. İndi cavabları deyirəm. Qısaca onu deyə bilərəm ki, bu kəndlilərin başçısı olanları məmnun etmək lazımdır ki, kəndliləri onlar üsyana sövq eləməsin. Ona görə də birinci həmin kəndlinin başçısını, yəni ali müsəlmançılığın torpaq üzərində irsi mülkiyyət hüququnu təsdiq eləyir. 38-ci sual. C variantı. C variantı nədir? Bir dənə baxın, öz variantınıza uyğunlaşdırın siz onu. 38-də 1-ə D, 2-yə B, 3-ə C. 38-i bir də göstərirəm. Həmin bu sual 1-ə D, 2-yə B, 3-ə C. 39-cu sual. Qızlarstanın fəaliyyəti. Burada cavabımız paytaxtın dəyişməsi Məhəmməd Cahan Pəhləvandır. D variantı. 40-cı sual. 40-cı suala yazmışam A variantı. 41-ci sual B variantı 3, 4, 5. 42-ci sual D variantı. 43 A variantı. 44-cü sual ikisi də Asuriya İttifaqı bərpa eləyib. 44-də B variantı. Amma ikincidə Uallinin bərpa eləməsi onun üçün bir səhv olur. Manna üçün səhv olur. 45-ci sualda 45'e yazmışam A variantı 1, 2, 5. 46 elə ardıcıldır 1, 2, 3. E variantı. 47 Şəhadilər dövlətin soruşur. Oğuz türklərlə birgə düşmənə mübarizə. E variantı. Bunu da dünən canlı yayımda izahını vermişdim. Əvvəlki bir neçə sualların da canlı yayımda izahını vermişəm. Baxanlar bilirlər. Az öncə ikinci qrupunda sualları izah eləyəndə dedim ki, çox sayda suallar dünən danışdığım düşmə ehtimalı olan suallardan düşmüşdü. 48-ci sual. 48-ə E variantı. 49 diaqramı soruşur bizdən. 49-a C variantı. 50 Azərbaycan dövlət. Elə Sancaq bəy idi, Noyondur. Baxan kimi görünür də Sancaq bəyi Osmanlıdaydı, Noyon da Monqollarda. Deməli cavabımız oldu bizim 1-4. 51 xəritəni soruşur, Xocavəndin xəritəsidir. Biraz ziddiyyətli sualdır. Amma antiterror əməliyyatı nəticəsində sülh mərhəmli kontingent burada yerləşirdi. Çünki onlar da, yəni belə deyək ki, nəzarət eləyirdilər müharibə gedəndə. O vaxtlarda xəbərlərdə də göstərirdilər. Bu haqda geniş şəkildə danışmaq olar. 3 və 4. 52 6-cı əsrin ikinci yarısı deməli Mehranilər yox, yerli yox. Bu dövrdə Sasanilərin tərkibində idisə onunla bağlı olar da. Biri 3-dür, biri 3-dür. Müsəlman olmayan cizyə vergisi bilirsiniz ki, ərəblər. Deməli yalnız 3. Qutardı getdi. Sonra gəldik 53-dən danışırıq. 1, 1, 4, 1, 4 və qanunverici səlahiyyətlərə də qismən malik olmağını götürə bilərik. Bu haqda indi mən danışacağam. İzah videosunda geniş məlumat verəcəm. 54-cü sual. Fransa ilə mübarizə, Qacarlarla mübarizə. Deməli Fransa ilə mübarizə aparıb ikisi də aparıbdı.
Qacarlarla mübarizə ikisi də aparıbdı. 1-2. 55-ci sual. Xronoloji ardıcıllıq. Burada nə soruşur bizdən? 55-də deməli yazmışam. 3, 1, 4, 2. 3, 1, 4, 2. 56. Həsən bəy Rumlu 15-ci yox, 16-dadır. İskəndər bəy Münşur Şah Abbasın hərbi yürüşləri 2. Məhəmməd Tahir Vahid 2-ci Abbasın vəziri olmuşdu. 2, 4. Düzgünü budur. Kemalettin Behzad kitabxanaçı rəssam idi. 57. Uyğunluğu müəyyən edirik. Azərbaycan bəyləri bəlliyi Şah 1-ci Abbasa aiddir. Niyazabad döyüşüdür. Molla Həsənli döyüşüdür. Xudabəndədir. Yəni Şah Abbasa aid deyil. Osmanlı 2-ci Bəyazıt heç birinə aid deyil. Xorasanın geri qaytarılması da Şah 1-ci Abbasa aiddir. Deməli, Niyazabadla Molla Həsənli oldu Xudabəndədə. Biz danışırıq indi burada. Mətndən danışırıq. Mətndə nəydən deyir? Heç elə bu mətnə baxmamışam. Sizinlə birgə baxıram. 1970-də ərəb ölkələri bu deməli ərəb müharibələrindən, ərəb-İsrail müharibələrindən gedir. Kemtevdə imzalanmış saziş. Mənbədə bəhs olunan ərəb dövləti. Ərəb dövlətinin məqsədi nə idi? 6 günlükdə itirilmiş torpaqlarını ələ keçirmək, İsraili zəiflətmək. Bu barədə yaza bilərsiniz. 59. Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını görən mənbədə verilməyən siyasi və iqtisadi amili yazın. Münaqişənin beynəlxalq miqyas aldığını. Burada əsasən ABŞ və SSR-nin tərəfdaşlığından biz danışa bilərik və neft böhranından danışa bilərik. 60-a keçməzdən əvvəl də deyim ki, sizin də vərəqiniz belə ağ olmağını istəmirsinizsə, mayın 26-sından, yəni səhərdən sürət qrupları başladıram. 2 qrupda olacaq. Həftədə bir 6 günlük, bir də 4 günlük 3 saat etibarilə, yəni ümumi necə olacaq? Birinci olacaq suallarda, yəni birinci 2 saat olacaq. 2 saat mövzular üzrə sizə fəsillər, mövzular üzrə suallar verəcəm. Onları cavablandırasınız. Daha sonra testlər işləyəcəyik mövzu üzrə və 3-cü saat, yəni 2 saat onunla məşğul olduq. Son 1 saatı da ümumi təkrar, yəni tək mövzuya kökəlmirik. Ümumi təkrarlar eləyirik. Hər gün çalışacağıq bu vəziyyət olsun və sürət qruplarına qoşulmaq üçün də 055 488 78 89 nömrəsi əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, abunə olsaz, yəni canlı videolara baxsaz, dünən də canlı videoya baxanlar bilir, bayaqdan da neçəsi yazıb ki, ay müəllim eyni suallardır, oxşar suallar nə qədər düşübdür. Yəni ona baxsaz, bu sualların düşmə ehtimalı olan sualları analiz eləyirəm və qarşımıza da çıxır. Bu günlərimdə hardasa bir 15-ə yaxın, sırf bu gün 15-ə yaxın sual dünən danışdığım sualların ətrafından düşübdür, deyə bilərəm. Yəqin ki, dünən baxanlar da təsdiqləyər. 60-cı sual. Haqqında bəhs edilən sazişin Misir dövləti üçün 2 nəticəsini yazın. Bu haqda da biz yazarıq ki, Misirlə İsrail münasibətləri normallaşdırır. Yəni, amma ən əsas Misir, yəni ABŞ tərəfindən belə deyək ki, dəstəklənir. Yəni, bəzi təşkilatlar deyəndə ticari baxımdan Misirin rolu artır. Amma Misir üçün mənfi nəticəsi də onu yazmalıyıq ki, biz müsbəti yazmışkən mənfisini də yazaq ki, ərəb dövlətləri bunu dəstəkləmirlər ki, sən bizi atıb İsraillə yaxınlaşırsan, yəni Yahudilərlə. Deməli, videomuz bu qədər. Sağ olun, inşallah ki, nəticəniz əladır.